Salamlayıram hər birinizi. Bugün biz yenə sinonim hesab olunan, amma əslində sinonim olmayan sözlərdən danışacağıq. Bunlardan biri isə receive və accept sözlərimizdir. Hər ikisi qəbul etmək mənasında tərcümə olunur, amma receive deyəndə, yəni qəbul etmək, almaq, nəyinsə sizə göndərilməsi və verilməsi nəzərdə tutulur. Accept qəbul etmək, razılaşmaq mənasında, yəni nəsə bir təklifi falan siz qəbul edirsiniz, razılaşırsınız mənasında istifadə edirik. Məsələn, I received a letter yesterday. She received a message from her friend. Belə bir cümlə deyə bilərik. Accept-də isə məsəl üçün deyə bilərik I accepted his job offer. She accepted my apology. Bunları deyə bilərik. Bunları ayırt etmək üçün mən belə bir cümlə deyirəm tələbələrə ki, məsəl üçün I received many gifts, but I accepted only some of them. Yəni çoxlu hədiyyə aldım, amma onların bəzilərini qəbul etdim. Belə, bunun kimi qarışdırdığınız hər hansı bir sinonimlər varsa, zəhmət olmasa rəy bölməsinə yazın və bunlarla bağlı öz cümlələrinizdə yazın. Təşəkkürlər, sağ olun.